bizim kaset karovka satılan, yumurtanı yığmaq üçün kaset karovka satılan şirkət var. Ona belə bir səs göndərib. Sən qaymı kəs, mən pul vurduracam. Yenə təkrar deyirəm, təkrar biliyin anasıdır, atasıdır, təkrar deyirəm. Sabirabada bir dənə maşın, kaset var, bütün günü postumuz var ha orada, durur bizim, Quruq Dustka 7-24. Oradan bircə dənə maşın, fura, girə içəri məndən incimiyor. Mən sözümü demişəm, söz bir dəfə olur, düzdür, amma sənə yenə təkrar deyirəm də. Bu bizim Kimdir budur? Bu Ramin Zeynalov, Hacı Qavquşlu şirkətinin bəli. Yəni biz eşitmişik ki, postu Daxili İşlər Nazirliyi qurar, sənəd qoşunları qurar, Müdafiə Nazirliyi qurar. Yəni quşçuluq fabriki də artıq. Bəli, post qurublar. Hə, bizim şirkətə gələn rəsmi qaydada gələn hansısa bir yük maşınları nə alırıqsa, yem və yaxud dərman preparatı və yaxud kaset karovka İndi alabilirsinizmi? O şirkət satır mı sizə? Çətinliklə, indi qulaq asdıracam. Çətinliklə. Bu şirkətdən alırıq. Bu şirkət onlara sözün deyib ki, bunlar bizlə doğru düzgün işləyir, rəsmi qayda işləyir, heç bir problemimiz yoxdur. Sizin dediyinizi biz eləməyəcək, bu heç. Bu da ki... Axşamın xeyir, Kamran, necəsən qardaş, nə var, nə yox? Qardaş, Hacı Qabıq biraz deyibdir, nədən adı, məhkəmə zat şeyləri göndərib, bizim rəhbəri hüquq şöbəsinə göndərmişdi. Sabah səhər zəng edəcəm sənə, mən qalmışam sizlə onların arasında. Mən deyəndə, yəni şirkətimiz qalıb da, qardaşım. Səhər yığacam səhər. Yəni siz onlardan məhsul istəyəndə sizə belə cavab verirlər ki, biz qalmışıq sizlə onların arasında. Bu da Azərsun Holdingin kaset karovka istehsal eləyən bir şirkətidir. Oranın nümayəndəsidir. Bu Kamrandakı Xəlizadə bizim nümayəndədir. O işləri o görür. Kamrana biz onlardan kaset karovka almaq istəyəndə Kamrana belə bir müraciət edib ki... Mən xahiş edirəm o birinci səs yazısını bir də verin. O deyil, post qurmuşluq. Verim də. Sən qaymı kəs, mən pul vurduracam. Yenə təkrar deyirəm, təkrar biliyin anasıdır, atasıdır, təkrar deyirəm. Sabirabada bir dənə maşın, kaset var, bütün günü postumuz var ha orada, durur bizim, Quruq Dustka 7-24. Oradan bircə dənə maşın, fura, girə içəri məndən incimiyor. Mən sözümü demişəm, söz bir dəfə olur, düzdür, amma sənə yenə təkrar deyirəm də. Bu həmin Ramin Zeynalovdur, bəli, müdaxilələr eləyir və yem aldığımız şirkət. Təbiidir ki... Yəni siz bu məsələ ilə bağlı bir hüquqi tədbir görülməsi üçün müraciət eləmədiniz? Yəni polisə, daxili işlər orqanlarına müraciət, polis post tam bununla bağlı yox, tam buna bu təzə gəlib çıxıb əlimə, tam buna bağlı yox, amma özlərinə bildirdim ki, mən Sabirabad rayon polis şöbəsinə yox, ərazi polis bölməsində var, Qaragünə kəndində, orada yox. Birbaşa cənab Daxili İşlər Nazirimiz Vilayət Eyvazova bu səsi də diska köçürtdirəcəm və etirazımızı bildirəcəm, yəqin inşallah təmin olunlar.